Xocalı faciəsindən 34 il keçir. Hər il 26 fevral Azərbaycanda Xocalı qurbanları ehtiramla yad olunur. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Qarabağ müharibəsi zamanı Xocalı şəhərinə hücum edilib. Nəticədə yüzlərlə mülki sakin həyatını itirib və çox sayda insan yaralanıb və əsir götürülüb. Şəhər dağıdılıb, minlərlə sakin məcburi köçkünə çevrilib. İstər 20 yanvar, istər Xocalı kimi bugün ziyarət edilədiyimiz hamısı Rus imperiyasının və ermənilərin, onların çətri altında olan ermənilərin bizim başımıza gətirdiyi bütün faciələrin təcəssümüdür. Faciə nəticəsində 613 nəfər həlak olub, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi uzun müddətdir naməlum qalıb. Xocalı kasabasında 613 şehit, maalesef bir gecede Ermeniler acımasızca 613 Azerbaycan Türk kardeşimizi katletti. Ben de Türkiye'de tarlaya traktörle yazdım. Yani 26 Şubat Xocalı. 613 şehit, unutma yazdım traktörle. Yazarken de bu panoyu traktörün önüne yaptırdım. Hemen o faciədə də mənim bütün sülaləm, atam, anam, əmim, dayım, ümumiyyətlə bütün sülaləm hamısı şəhid olmuşdu, girov düşmüşdülər. Bizim Xocavənd rayonunun Qaradağlı kəndi səhər saat 11-də vəhşicəsinə ermənilər tərəfindən millətimi, cəmaatımı, kəndimin əhalisinin hamısını girov götürmüşdülər. 1992-ci ildə 25 fevral, 26 fevralda keçən gecə 366-cı moto atıcı alayının köməkliyi ilə Xocalı qətliamı baş verdi. O cümlədən 673 nəfər şəhid olub, onun 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. Erməni vəhşiləri öz vəhşiliklərini bir daha ortaya qoydular və bizim qədim Xocalı şəhərinin 613 nəfər dinc sakini erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirildi. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti sayəsində suveren ərazilərimizi düşməndən azad elədik və Xocalının qisasını aldıq. 26 Şubat 1992 tarihinde bundan tam 34 yıl önce Xocalı şehrinde meydana gelen çok elim ve vahşi bir zulmün yıl dönümünde acı günlerde hayatını kaybeden tüm şehitlerimizi Cenab-ı Allah'tan rahmet diliyoruz. Allah bir daha böyle acı günler bizim milletimize ve hiç kimseye yaşatmasın. Allah cəmi Xocalıları hamısına rəhmət eləsin. Bu elə bir soyqırım oldu ki, bütün yaddaşlarda həcc olundu. Biz bu Xocalı soyqırımını həqiqətən də hamı kimi bizə də çox təsir eləyir. Bildiyiniz kimi Azərbaycanımızın ən böyük ürəyi yaralı faciəsidir. Bugün Xocalı faciəsi Azərbaycanın müasir tarixində ən ağır humanitar hadisələrdən biri kimi qiymətləndirilir və hər il 26 fevral ölkədə anım günü kimi qeyd olunur.